Salam əzizlər, mən Birlik Təhsil Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi Malik Abbasov. Deməli, bildiyiniz kimi 03.05.2026 tarixində Birlik Təhsil Mərkəzində OTK-nın qəbul sınağı təşkil olunmuşdu və indi bugün həmin qəbul sınağının 9-cu siniflər üçün nəzərdə tutulan qəbul sınağının sonlarını izah edəcəm. Kanalımıza abunə olmağı və kanalı izləməyi, həmçinin bildirişləri açmağı unutmayın. Deməli, kanalımızda daimi video dərslərimiz, video izahlarımız, həmçinin sınaq izahları, müxtəlif sınaq izahları, OTK-nın sınaq izahları, hamısı növbət tədrisi ilə də kanalımızda olacaq. Buna görə də kanalı izləmək lazımdır. Deməli, başlayaq birinci suala. Birinci sualda nə deyir? Nümunənin birinin tərkibindəki mübtədənin ifadə vasitəsi feillə amonimlik xüsusiyyətinə malikdir. Deməli, burada mübtədə kök sözdür, uşaqlar. Kök sözdə biz bilirik ki, həm isim olur, həm də ki, feil ola bilir. Bu cümlədə kök sözü isim kimi işlənibdir və feillə də deməli amonimlik xüsusiyyətinə malikdir. Deməli, birinci sualda doğru cavabımız olacaq A variantı. Keçək ikinci suala. İkinci sualda nə deyir? Deməli, ikinci sualda nümunə ilə bağlı doğru fikir müəyyən edin. Deməli, feil şudi keçmiş zamanda işlənmişdir. Feil burada şudi keçmiş zamanda yox, qeyri-qəti zamanda işlənibdir. Əl şəkilçisi qeyri-qəti zaman şəkilçisidir. A variantı getdi. B. Üzərində rəqəm qoyulmuş sifət azaltma dərəcəsində işlənmişdir. Qıpqırmızı. Üzərində rəqəm qoyulmuş sifət budur və bu azaltma dərəcəsində deyil, çoxaltma dərəcəsindədir. Bütün feillər məlum növdədir. Baxaq görək bütün feillər hansılardır? Qışda, bizə örtülən. Örtülən bu məlum növdə deyil, aydın məsələdir. Kimsə tərəfindən, nəsə tərəfindən örtülür və yaxud da iş özlərində icra oluna bilər. Deməli, C variantda səhv fikirdir. İlk iki söz bir-birlə sinonimdir. Qışla qışlaq sözləri sinonim deyil. Deməli, D variantda səhv cavabdır. Qalır E variantı, doğru cavabımız deməli E variantı olacaq. Baxaq görə E variantında nə deyir? Tünd qara hərflər verilmiş ifadə gözün görə biləcəyi qədər uçsuz bucaqsız mənalarını verir. Bəli, göz işlədikcə sözü həmin mənanı verir. Deməli, ikinci sualda doğru cavabımız oldu E variantı. Üçüncü suala baxaq deyir. Yanlış yazılmış sözü müəyyən edin. Cavabımız E variantı olacaq. Fövqəladə sözü qıdan sonra A yox, Ə olmalı idi. Deməli, üçüncü sualda doğru cavabımız oldu E variantı. Dördüncü sual. Nahamar sözünün tərkibində işlənməmişdir. Dodaqlanmayan saitlər. Bəli, dodaqlanmayan, alar dodaqlanmayan saitlərdir. Deməli, A variantını artıq gedir. Çünki bizə işlənməyən lazımdır, işlənən yox. Qapalı saitlər. Qapalı saitlər hansılardır? I, I-4, yəni I, I, U, Ü. Deməli, doğru cavabımız olacaq B variantı. Qarşılığı olmayan 4 müxtəlif samit, N, H, M, R. Bu samitlərinin deməli qarşılığı yoxdur, bu da getdi. Kar samit, kar samitdir, işlənibdir, deməli bu da getdi. Açıq saitlər, aların hamısı açıq saitlərdir, bu da getdi. Deməli, 4-cü sualda doğru cavabımız oldu B variantı. Keçək 5-ci suala. Sözlərin yazıcını nəzərə alaraq ardıcıllığı müəyyən edin. Həyəcan sözü burada yazılışda səhvə yol verilibdir. Müxtəlif sözündə səhvə yol verilməyibdir. Deməli, həyəcanda səhvə yol verilib, ədəbiyyatda yerin biri yazılmayıbdır, səhvə yol verilib. Müxbirdə deməli düz yazılıb. Deməli, bir səhv, bir düz, bir səhv, bir düz. Sonuncu düzdür. Deməli, ən sona biz nə yazmalıyıq? Səhv söz yazmalıyıq bura. O da B variantı olacaq. Səhv sözü belə yazılır. Deməli, burada 5-ci sualda doğru cavabımız oldu B variantı. Keçək 6-cı suala. Hansı cümlədə zərfliyin ifadə vasitəsi zərfdir? Variantlara göz gəzdirək. Burada deməli, zərfliyin nə etmirəm, anlamıram ki, mən nəyi anlamıram, onun dediklərini tamamlıq, nə zaman, bəzən. Bu da zərflik oldu, zaman zərf. Deməli, doğru cavabımız olacaq D variantı. Bəzən sözü deməli, nitq səsi kimi zərfdir, cümlə üzvü kimi zərflikdir. Yəni, burada zərfliyin ifadə vasitəsi zərf oldu. 6-cı sualda doğru cavabımız oldu D variantı. 7-ci sual mübtədəsi cəm şəkilçili isimlə ifadə olunmuş cümlədir. Cəm şəkilçili isim bir dənə varianta baxaq. Nə edərdilər, yeyərdilər, nə qoyunlar və qoyun sözü deməli isimdir və cəm şəkilçili isimdir. Deməli, 7-ci sualda doğru cavabımız olacaq B variantı. 7-ci sualda getdi. Sözlərdən birinin tərkibinə görə təhlil sıxım digərlərindən fərqlidir. Sadədir, 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 zirvə də sadədir. Yaralı sözü, yar, yardan yaralı. Bu oldu düzəltmə. Deməli, 8-ci sualda doğru cavabımız oldu D variantı. 9-cu sual, çoxaltma dərəcəsində işlənmiş sifətlər dərəcəsini müəyyən edin. Uzun saçlı adi dərəcədə qapqara çoxaltmadır. Deməli, A variantı getdi. B variantı tünc sözü.
Çoxaltmadır, ağır xasiyyətli adi dərəcədir. Bu da getdi. Çox güclü, çoxaltma yarı-bayarı bu oldu adi dərəcədə. Bu da getdi. Angeles, burada ən ədəti var. Çoxaltma olduqca böyük. Bu da olduqca ədəti var, oldu çoxaltma. Deməli, 9-cu sualda doğru cavabımız oldu D variantı. Lap balaca bu çoxaltmadır, şirin təhər azaltmadır. Ona görə bu da getdi. Şirin təhər azaltma oldu. 9-cu sualda doğru cavabımız D variantı oldu. Keçək 10-cu suala. Hansı növün tərkibində söz birləşməsi işlənməmişdi? Fitri istidadı burada işlənibdir. Və keyfiyyətdir, gözəl keyfiyyət. Elə fitri istedad, gözəl keyfiyyət. Bunlar ismi birləşmədi, birinci növdə getdi. Danışarkən problem bizə məlum oldu. Cavab B variantı olacaq. Deməli, neçənci sual oldu? 10-cu sualda doğru cavabımız B variantı. Digər variantlara baxaq. Qanunların dəyişilməsi. Qanunların dəyişilməsi bu da oldu. 3-cü növ getdi. Odlu torpaq birinci növdür. Qırmızı lalə birinci növdür. Deməli, bu da getdi. Çıxalım bu zonada kiçik qayalıqlara. Kiçik qayalıq, bu da birinci növdür, bu da getdi. Deməli, 10-cu sualda B variantında söz birləşməsi yoxdur. Faciə sözünün fonetik xüsusiyyəti ilə bağlı yanlış fikri müəyyən edin. Faciə necə deməli olacaq? Y artılacaq da tələffüzdə. Faciə. Baxaq. Bir qalın ikinci sayt var. Bir qalın ikinci. Bu doğru fikirdir. Getdi. Bizə səhv fikir lazımdır. Ahəng qanun gözlənilməmişdi. A, I, yəni ə. Deməli, qalın və incə. Ahəng qanun gözlənilməyib. Bəli, bu da getdi. 2 cingitili bir kar samit var. 2 cingitili. Hansılar C ilə Y cingitilidir. Bu da kardır. Bu da doğru fikirdir. Getdi bu da. Sözdə uzanan sayt yoxdur. Uzanan sayt var. Deməli, doğru cavabımız. Sözdə hərf səslənən sayı eynidir. Bu da düz fikirdir. Getdi. Deməli, 11-ci sualda doğru cavabımız olacaq D variantı. Sözdə uzanan sayt yoxdur, amma uzanan sayt var. Keçək növbəti suala, 12-ci suala. Hansı cümlədə modal sözdən sonra vergül işarəsi yanlış qoyulmuşdu? Burada doğru cavabımız E variantı olacaq. Sanki elə bil ki, güya bu modal sözlərindən sonra deməli vergül işarəsi qoyulmur. Hecalar düzgün ayrılmamış sözü müəyyən edin. Həyəcan, dünyəvi, qafiyə, mühafi. D variantı olacaq. Bax, burada belə olmalıdır. Mühafizə olmalıdır. Deməli, 13-cü sualda doğru cavabımız oldu D variantı. 14-cü sual. Mən də bu şəhərlərdə olmuşam cümləsində əvəzliyin hansı məna növlər işlənmişdir? Mən, şəxs, bu işarə. Şəxs işarə hardadır? A variantında. 14-cü sualda doğru cavabımız oldu A variantı. Keçək növbəti suala. 15-ci. Hansı cümlədə numarativ söz yoxdur? Deməli, A variantında cüt sözü numarativ sözdür. A getdi. B-də vaqon sözü numarativdir. Getdi. C-də yoxdur numarativ söz. Doğru cavabımız olacaq C variantı. D variantı Akif bazardan kilo. Kilo burada numarativ sözdür. Getdi. Çobanın 3 baş qoyun. Baş burada numarativ söz kimi işlənibdir. Bu da getdi. Deməli, 15-ci sualda doğru cavabımız oldu C variantı. Keçək neçənci suala. Üzrlü sayı maksimum dərəcədə sürətli izah eləməyə çalışıram ki, yoxlayarkən vaxtınız çox getməsin. Deməli, 15-ci sualda doğru cavabımız oldu C variantı. 16-cı suala baxaq. Deməli, düz sözü... Keçək variantlara bir dənə, variantlarına baxaq. Doğrudur. Deməli, burada nə eləmək lazımdır? Uyğunluğu tapın deyirsə, doğruda doğru fikir, yanlışda yanlış fikir tapmaq lazımdır. Uyğunsuzluq desə, doğruda yanlış, yanlışda doğrunu tapmaq lazımdır. İndi bizə uyğunsuzluq demir, uyğunluğu tapın deyir. Deməli, doğrudan doğru, yanlışdan da yanlışı götürəcək. İsimlərdən yalnız biri mənsubiyyət və hal şəkilçisi ilə işlənmişdir. İsimlərdən yalnız biri mənsubiyyət. Deməli, qəlbimiz sözündə im mənsubiyyət, i də təsirli kaldır. Bir cavabını götürəcəyik. Sonra 2. Feillərdən hamısı xəbər şəklində təsdiqdədir. Baxın, təsdiq edin, inkardadır. Deməli, 2 getdi. 1 ilə başlayan 2 olmayan cavab. Deməli, getdi. 2 olanları ataq getsin. 3-ə bax, qarşısında 3 bucaq şərəsi qoyulmuş isim təsirli kaldadır. Deməli, dağlarda hər zaman arandır sözü. Hər zaman arandır sözü. Yox, deməli, bu da səhvdir, bu da getdi. 4-ə bax, altına xətt çəkilmiş söz quruluşda sadədir. Altına xətt çəkilmiş söz hansı sözdür? Eniş sözü. Eniş söz sadə deyil. Bizə dəqiqə yazaq. N-dən eniş. Deməli, düzəltmə sözdür. Burada amma yanlışdır, yanlışda biz yanlışı götürməliyik. 4 götürürük. Tüm hərflərə verilmiş sözlər eyni diksiyələrinə aiddir. Xeyr, burada deməli, mən qana bilmədim, qəlbimi düzü. Burada düzü sözü modal sözdür. Düzdə eniş istər, enişdə düzü. Burada düz isimdir. Deməli, eyni hissəsi deyil. Deməli,
5 də götürürük. 6-ya bax. Sonuncu misrada bütün sözlər olduğu kimi tələffüz edilir. Aranda qaldımı qarı, qarı kimi tələffüz olunur. Bu da səhv fikirdir. Deməli, 4-5 səhv fikirlər oldu və bu səhv yanlış olan yerdə yazıldığı üçün götürürük. Doğrudur yazılanda isə bir doğru fikir oldu. Deməli, 1, 4, 5, 6 B variantı. 16-cı sualda cavabımız oldu B variantı. 17-ci suala bax. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Hava tutulub qaralır, narıncı çiçəyin başlayır. Deməli, 17-ci suala baxırıq. Düdüq hərflərə verilmiş feil qayıdış növləridir. Qaralır sözü. Qaralır sözü biz bilirik ki, məlum növlədir. Elə burada doğru cavabımız olacaq A variantı. Çünki burada qayıdış növü yazır və bizdən yanlış fikir istəyir. Deməli, qayıdış növdə olmağı səhv fikirdir. 17-ci suala doğru cavabımız oldu A variantı. Sonra keçək 18-ci suala. Nə deyir burada 18-də? Nə yaxınlaşdı? Nədə altına xətt çəkilmiş sözlərin sinonimlərini ardıcılıqla müəyyən edin. Göylərdə göy, dünya, heykəl. Göyə səma olar. 2 ilə başlayan cavab olacaq. Dünyaya aləm olar. 2, 3, 1. A variantı. Heykələ də abidədir. Deməli, 18-ci sualda doğru cavabımız oldu A variantı. 19-cu suala baxaq. İsmi xəbərli cümlədir. İsmi xəbərli burada A variantı getdi. Məsumluğu idi. Bizə xeyir dua verirdilər. Üz üstəmə 18 yox 19 suala baxırıq. Elə bilirəm 18. Deməli A getdi. B variantı olan məsumluğu idi. Məsumluq sözü feil deyil. Feil deyilsə deməli feili xəbər ola bilməz. Keçək soyudu. Bu da feildir. Feili xəbərdir. Getdi. Əmələ gətirir. Getdi. Feili xəbər. Hesab etdi. Bu da feil xəbər, bu da getdi. Deməli, 19-cu sualda doğru cavabımız oldu B variantı. Keçək 20-ci suala baxaq. 20-ci sual. Cədvəl əslinə uyğunluğu müəyyəndir. Mürəkkəb adın yazışı doğrudur. O ölkəni İbrahim xanla. Burada xan kiçik olmalıdır. Səhvdir. Bir səhvdir, getdi. Günün birisi Xəzər dənizi doğru yazılıbdır. 2. Birinci gecə Aydın piyesi. Aydın dırnaqda yazılıbdır. Piyesi qıraqda kənarda yazılıbdır. Bu da doğru fikirdir. 2, 3, 2, 3 ilə də olan 5 var, 6 var. Gülləri seçilim. Şəkilçinin yazışı yanlışdır. Gülləri məktəb üçün saldığı bağçadan dərmişdi. Burada səhv yazılma yoxdur. Bu da getdi. Quzeylilərin düşərgəsindən yox, düşərgəsindən olmalıydı. Səhv yazılanı tapmalıyıq biz də. Burada deməli cavab buradan 2, 3 tapdıq. Burada 5. Cavabımız oldu A variantı. 20-ci sualda doğru cavab oldu A variantı. İndi 20-ci suala bax. Vergül düzgün qoyulmayan modal sözlü cümləni müəyyən edin. Sanki elə bil ki falan harda varsa o olacaq. Cavab deməli E variantı. Gördüğünüz kimi burada vergül olmamalıdır. Sankidən sonra vergül olmur. Modal sözlərdə bilirik ki, özündən sonra vergül olur. Amma sanki elə bil ki, güya bu tipli modal sözlərdən sonra vergül olmur. 22-ci suala bax. Nümunələrin birinin tərkibində say işlənmişdir. Say işlənənə. Tərkibində say işlənmişdir. Xeyli adam. Xeyli. Elə 22-də cavab olacaq A variantı. Xeyli adam da isim gəlibdir. Ona görə də say olacaq. Burada ümumiyyətcə yoxdur, B-də yoxdur. Artıq özümü biraz top. Burada biraz zərfdir, getdi. Cəzab şəhərə çıxanda burada da yoxdur, getdi. Azacıq sönərdi. Burada sönərdi feildir, ona görə azacığı biz say götürməyəcəyik, zərf götürəcəyik. Keçək növbəti. Deməli, 22-ci sualda doğru cavabımız oldu A variantı. Keçək 23-cü suala. Mətnlə bağlı sual. Qarşısına rəqəm qoyulmuş hansı cümlə mətnin ilk cümləsilə ziddiyyət təşkil edir? Baxaq görək, rəqəm qoymuşdur. O özünə layiq görülən yemək artıqlarına minnətdir. O gecənin bir yarısı. Gecənin bir yarısıdır. Hə, başlanğıcda vardı. Səhər çağı. Bax, burada səhər çağı deyir. Burada isə gecənin bir yarısıdır. Bu bir-birinə harda gecənin bir yarısı. Bax, gecənin bir yarısı. Gecənin bir yarısı səhər çağı demək deyil. Bu bir-birinə zid fikirdir. 23-də oldu cavabımız A variantı. 24 suala baxaq. Mətnin məzmununa uyğun hikmətli fikri müəyyən edin. Deməli, 24-cü sual. Biz 23'ə baxdıq. 23A oldu. Bayaq deyəsən çaşdım 25-dədir. Müzürü saniyə gəlir 25 demişəmsə. Biraz tələsik izah edirəm vaxt qıtlığına görə. İndi 24-ə baxaq.
Mətnin məzmununa uyğun hikmətli fikir müəyyən edin. Açıq düşmən gizlidir. Burada düşmən falan, açıq düşmən söhbəti yoxdur axı. Canavarlar hücuma keçir. Onun açıq düşmənlə, gizli düşmənlə heç bir əlaqəsi yoxdur. Böyük sevgilərin və böyük işlərin arasında həmişə görünməyən bir fədakarlıq dayanır. Bəli, doğru cavabımız belə olacaq. Niyə? Çünki orada itin fədakarlığından söhbət gedir. İt baxmayaraq ki, bir neçə canavar var, onların üzərinə hücuma gedir və geri çəkilmir. Yəni orada itin bir fədakarlığı var idi. O deməli sahibinin evini və indi lazım olan nə varsa onları qoruyurdu. 24B, 25 tünd qara hərflərə verilmiş sözün mətndəkindən fərqli mənada işləndiyi cümlələrdir. Tünd qara hərflərə verilmiş deməli. Tünd qara hərflərə verilmiş tapaq görək. Yataq sözdür. Başqa var? Yox, başqa yoxdur deyəsən burada. Bu sizə də baxaq. Yataq sözü verilir, bəli. 25-ə baxaq indi. Deməli, əks məna, fərqli mənada işlənsin. Orada həqiqidirsə məcazi, məcazi isə həqiqidə işlətməliyik. Burada yataq sözü deməli, baxmadım biz nə idi? Olmazlar ki, rahat edək. Burada həqiqi mənadadır yataq sözü. İndi biz bu yataq sözünü burada məcazi mənada işlənməyini tapmalıyıq. Qorxuram İranın hürriyyətinə ümidvar olub yenə yatasınız. Burada məcazi mənadadır. Deməli, 1 ilə olan cavab olacaq. Gecəni yatdıq, bu həqiqi mənadadır. Getdi. Olmamışdı ki, insan dərmanı yatsın. Bu da məcazidir. Gün isə yatıb, bu da həqiqidir. Deməli, mətndə həqiqidir və biz burada həqiqi olanları atdıq, yerdə məcazi olanları saxladıq. Doğru cavabımız olacaq A variantı. 25-ci sualda doğru cavab A. 26. Mətnin sonuncu abzas nöqtələri yerinə yazıla bilər. Nöqtələrin yerinə, sonuncu abzas nöqtələrin yerinə. Dostuna bir xeyri dəydiyi üçün nə edə bilər? Sevinə bilər, şadlana bilər, sevinirdi. E variantı. 26-da doğru cavabımız oldu. E variantı. 27-ci sola baxaq, deməli. Mətndə bəhs olunmur. Nədən bəhs olunur? Olunmur. Güllə səsi var, ev sahibinin itin səsini eşidib var, itin evi qorunması var, itin yaralı halda ağacın altına gedərək istirahət etməsi var, ev sahibinin itin müalicə etmək üçün baytar çağırması, belə bir şey yox idi. Yəni ev sahibi baytar çağırmır. 27-ci sualda doğru cavabımız oldu E. 28-ci suala baxaq. Diaqramda uyğun fikirləri müəyyən edin. Diaqrama uyğun fikirləri. Yazıcı və tələffüzü fərqlənmir. Bəli, niyyət sözünün yazıcı və tələffüzü fərqlənmir. Qarlı sözündə yazıcı və tələffüzü fərqlənir. Yadınızda saxlayın, niyyət sözünü harada görsəniz yazıcı və tələffüz fərqlənməyəcək. Qarlı sözündə isə belə olacaq. Qarlı. Tərkibdə bir qapalı və bir açıq sait var. Bir qapalı, bir açıq. Bu doğru fikirdir, amma bu həm də qarlı sözünə aiddir deyə. Bunu biz doğru fikir götürməyəcəyik. Ahəng qanuna tabidir. Niyyət qarlı, hər ikisi tabidir. Bəli, bunu götürəcək ortaq cəhət kimi. Kərə qarşılığı olmayan iki müxtəlif samit işlənmişdir. İki müxtəlif yox ki, eyni samit işlənir. Kərə qarşılığı olmayan. Deməli, 4-də səhv götürürük. Qalın saitlərin ahəng gözlənmişdir. Bəli, 5. Aynen qalın saitlərin ahəng gözlənir. Deməli, 28-ci sualda doğru cavabımız 1, 3, 5. 29-cu suala baxaq. Nümunədə işlənmiş geometri hissələrin ardıcıllıqla müəyyən edin. Ah deməli oldu nə? Nida. 4 ilə başlayan cavab olacaq. Sayış xumur, bu dünyada biraz ədalət varsa da oldu ədat. 4, 3. Amma da olacaq bağlayıcı. Bağlayıcı haradadır? 1. Sonra görək, qoşma harada var? 3-ün də, yəni 2-də. 2. Deməli, doğru cavabımız 29-cu sualda doğru cavabımız 4, 3, 1, 2 cavabı olacaq. 30-cu suala bax. Klaster əsasına uyğun fikirləri müəyyən edin. Deməli, şəhərin işıqları gecənin qaranlıq pərdəsini yırtır və sanki narın tökülən yağışa yol açıdır. Nümunədə işlənmişdir. Leksik mənası olmayan 3-cü hissəsi. Leksik mənası olmayanlar hansılardır? Yəni köməkçi hissələrindir. Və var burada. Sanki var. 3 olmadı. 2 dənə oldu. 1 getdi. Hərəkətin tərzini bildirən söz. Narın hərəkətin tərzini bildirən sözdür. Yəni zərfdir. 2 olacaq. 2 ilə başlayan cavab olacaq. Yerli çalda işlənmiş isimlər. Yerli çalda işlənən isim varmı? Xeyr, yoxdur. Yönlü çalda olan var. Yağışa sözü. Deməli 3-də getdi. Quruluşa düzəltmə isim. Quruluşa düzəltmə isimə baxaq görək varmı? Yağış, bəli. Yağış sözünü baxın burada yazdım. Yağmaqdan yağış ismi düzəlir. Deməli, quruluşa düzəltmə isim oldu. Doğru cavabımız olacaq 2, 4. Təkrar edirəm. 30-cu testdə doğru cavabımız oldu 2, 4. Əziz şahidlər, deməli, bu günlük video dərsimiz, daha doğrusu test izahımız, video izahımız
Bu qədər. Kanala abunə olmağı və kanalımızı paylaşmağı da unutmayın. Axıra qədər izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti video izahlarda, video dərslərdə görüşənədək.